Qarabağın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində CSKA ilə keçiriləcək cavab oyunu öncəsi təşkil olunan mətbuat konfransında rəqibə qarşı ciddi hazırlaşdığını bildirib. Hər iki komanda üçün çox vacib oyundur. İlk maç heç-heçə başa çatıb. Rəqib çox ideallıdır və hər iki komandanın qalib gəlmə şansı var. Biz də çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini oynayaq. Qurban Qurbanov bildirib ki, mərhələ adlamaq üçün komanda Bakıdakı oyundan daha yaxşı çıxış etməlidir. Qalib gəlmək istəyiriksə, mütləq ilk oyundan daha yaxşı oynamalıyıq. Bizim ən güclü silahımız öz oyunumuzu daha da yaxşı oynamaqdır. Qurbanov yay transferlərindən sonra hücum xətti barədə danışıb. Yeni futbolçularımıza inanırıq. Onlar fərqli oyun üslubuna malikdirlər. İnanıram ki, Duran və Andrade'nin yoxluğunu hiss etdirməyəcəklər. Baş məşqçi 2 il əvvəl Ludogorets üzərində qazanılan 7-2 hesablı qələbənin bu oyuna təsir etmədiyini vurğulayıb. CSKA biraz fərqli komandadır. Bakıda onların gücünü gördük. Böyük hesabı yaddan çıxartmalıyıq. Bura nəticə üçün gəlmişik deyə cavab verib.